Herkese selam dostlar, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün Bundesliga'nın bir aralar en güçlü komandalarından biri olan Schalke 04'e rebuild videosu seçecek. Geçen Fiorentina videomuza bir kardeş yorum yazmıştı ki ne yazmıştı? Yazmıştı ki borcu olan bir komandaya rebuild ele. Ben de Schalke 04'ü seçtim. Yəqin ki bu komandanı hamınız tanıyırsınız. Bir aralar Şampiyonlar Ligi'nde çeyrek finala elə bilirəm deyəsən ya yarı final ya da çeyrek finala kadar getmişdi. İndi isə gördüyünüz kimi Bundesliga 2-dədir. Bizim məqsədimiz nədir? Bizim qabağımızda 4 sezon var. Biz bu 4 sezon boyunca Bundesliga'ya çıxmalı, Bundesliga'da birinci olmalı, yəni çempion olmalı. Bir də Almanya kupasının adı nədirsə, tabi bilmirəm, National kupadır nədirsə. Onu qazanmalıyıq. Qalan Avropa Ligi, Konferans Ligi falan onları da qazansaq yaxşı olar, amma onları qazanmaq hədəfimiz yoxdur. Asıl hədəflərimizi dedim. İndi neyniyək? Birinci kadro quraq. 3-4 yox, mən 4-4-2 4-3 eləyəcəm yenə. Həmişəki kimi. 4-3 yaxşı. Yəni belə eləyək. Edin Dzeko buradadır. Bəli dostlar, gördüğünüz kimi kadronu qurduq. Zayıf kadro oldu. Reytingler aşağıda. Prosta hamısı potansiyelidir. Bu Kenji'nin özü olsun. Buradan Vargas, Atletico Madrid'den geldi bu oyuncu. Ondan sonra buradan Michael var. Sonra Digunya var. Sonra da heç kim. Bir də bu rezlərdə göz hamısı zaman oyunculardı. Yaxşı, şimdi bu kadro ilə bir sezonu simülə edək. Dostlar, ilin ortasındayıq. Dedim çəkim göstərim. Lasme diye futbolcu vardı burada, Lasme. Onu sattım. Yerine potansiyelli bir daha santrafor alacağım çünkü pulumuz da var onsuzda biraz. Böyle kim olabilir? Yaxşı da bunu aldık Napoli'den. Bomba kimi oyuncudur. Ya potansiyeline de baxaq. Potansiyel 76-88 yaxşıdır. Yaxşı, simülə eləməyə davam. Bəli dostlar, gördüğünüz kimi ligi kazandın yazdı. Oraya çəkəmədim. Yine burasını gösteririm. Almanya 2. Bundesliga kupası artık senin. Hızını kaybetme. Yani birinci sezondan Bundesliga'ya qalxdıq. Süper ala. 73 puanla fərq atmışıq. Ala yaxşı oldu. Hələ sezon qurtarmasına bir heylə var. Prosta biz gördüğünüz kimi birinciliğimizi garantilədik. Her sonunda ikinci sezona keçək. Və ikinci sezona keçdik. Gördüğünüz kimi yönetim zor bir sezon bekliyor. Küme düşme hattından uzaktır. Yaxşı. 4 tane teklif var. Adrian Gantenbein, Edin Dzeko. Edin Dzeko onsuz da koca kişiydi, satmayacağım. Sıyla, Nikola Katic. Kadromuza baxaq. Gördüğünüz kimi Dzeko 76 yani bir sezonda oynuyor. Sol kanat Kenji 71'den 75'e qalxıb. Vargas'ın özü 75 olub. Hojlund 77, Ndiaye 77. Ondan sonra burada Ayhan 72, Kadic 74. Sonra kim qalxıb? Bu Beker 72, Gantenbein 70. Nəsə görürsünüz də, çox adam qalxıb. Bunlar da belə. Qapıcımız da 75 dələ. İndi Bundesliga'da qalmaq çətindir bu kadroyla. Amma çalışacaq da, cəhd edəcək görək. Pulumuz da yoxdur, 800.000 pulumuz var. Gələk təkliflərdən birazını qəbul edək. Normalda indi Fiorentina oynayanda özümüzə 21 milyon pul vurmuşduq. Prosta bunu da vuranmarıq çünki Schalke'nin hal-hazırda borçları var da həqiqdə. Buna görə də oyunun verdiyi pulla oynamaq məcburiyyətindəyik. Elə olsa bu santrafasıyla satacağım. Aya 74 adamdır ya bu. Yaxşı, bunu belə eləyək. Seylanı satıram onda. Məcbur.
Bəli dostlar, transferləri elədik. Gördüyünüz kimi kadro belə oldu. Başta kadro çox pis idi. Sonra dedim, zaten oyunculara pul verməkdənsə heç olmasa bizi aşağı ligə düşürməyəcək bir kadro qurmaq lazımdır. Ondan qoca adamları almaq vacibdir. Mən də getdim Ronaldo'nu aldım. 80 reytingdir. Bir də David Alaba'nı aldım. 78 reyting. Kadro gördüyünüz kimi belə oldu. Məncə yaxşıdır. Yəqin ki aşağı ligə düşmərik. İnşallah düşmərik. Bu da bizim 3-cü oyuncular. Pulumuz da 2-0. Yaxşı, onda simülə eləməyə keçək. 2-ci sezonun axırında son maçında görüşərik. Dedim bir daha buranı göstəreyim. Gördüyünüz kimi dostlar, Bundesliga'da 6-cıyıq. Hətta 5-ci ilə eyni puandayıq. İnşallah belə davam eləyər. Neçənci həftədəyik? 32-ci həftədə. 32-dəyik. Neçədə qutarır? 40-cı həftədə qutarır. 8 həftəmiz qalır. Ligdə 6-cıyıq. İnşallah belə davam eləyər. Belə getsə yəqin 2 sezona Bundesliga'da çempion olarıq inşallah. Yaxşı, simüləyə davam. Gördüyünüz kimi 37-ci həftədəyik. Ligin qutarmağına 1-2 maç qalır. Qəşəng 1-1. Ligdə deməli 6-cıyıq. 5-ci ilə aramızda biraz fərq açıldı. 4 puan oldu. Maybe yox, biz əsl oda 6-cılığımızı qoruyaq. Yəni konferansa gedək. Elə bir maç qalırmış. Qutardıq ligi. Yaxşı, 6-cılıqla qutardıq, əla. Onda 2-ci yox, 3-cü sezona keçək. Kayıt almaq yadımdan çıxıb. Basmışam, kayıt almayıb. Dostlar, Zerato satdıq. 26 milyon təklif gəlmişdi. Onun yerinə kim aldıq? Ya baxım. Mendy deyə futbolçu aldıq. Stoperi. Başqa da bir gelişmə olmayıb. 18 milyon da pulumuz var. Deməli, transferlərə davam eləyək. Transferlər qutarında tam kadronu görərsiniz. Bəli dostlar, gördüyünüz kimi transferlər elədik. Ferguson'u aldıq. Roma'dan Evan Ferguson. Başqa kim aldıq? Sabek'e Klausing deyə bir futbolçu aldıq. Qəşəng potansiyellidir. Başqa da bir oyuncu alamadıq. Yəni pulumuz çatmadı. Pulumuz çatdığı qədər adam aldıq. Nəysə, onda yenə ilin sonuna simülə eləyək. Çox da qəşəng kadro olmadı. İnşallah gələn sezon bacararıq. Yəni ligdə birinci ola bilərik. Yaxşı, simüləyə keçək. Deməli, Avropa ligində eşləşmələr çəkildi. Boda Glimt, Napoli, Genk, Viking, Midland, Anderlecht, Celta Vigo və Athletic Club. Yaxşı. Gəncəviyə 32 milyon təklif gəldi. Bir baxım görüm sataq. 32 milyona çox qəşəng bir daha sağ kanat alaram. Başqa heç nəyə pul verməyəcəm, elə olsa. Yaxşı, Gəncəviyə satıram. Getdi Gəncəvi. Bayern Münihə. Qəşəng bir daha sağ kanat alaq. Və dostlar, gördüyünüz kimi sağ kanat almadıq, amma kim gəldi? Pau Kubarsi gəldi. 20 yaşında. Wonderkid 83 reyting. Belə bir qoyaq, Kuruçay. Yaxşı, Kuruçayı da sataq. Çox yaxşı oldu bu Gəncəvinin satılmağı. Gördüyünüz kimi kadro belə oldu. Simülə eləməyə davam. Bəli dostlar, ilin axırına yaxınlaşdıq. Gördüyünüz kimi Avropa ligində son 16'daydıq. O da ki, gördüyünüz kimi Manchester United'da 5-1 uduzduq. Eybi yox, olar elə şeylər. Kadromuz gördüyünüz kimi belədir. Yəni həminki kadroda gelişmə var. Yəni enerji basaq. Yaxşı. Ligin qutarmağına 9 həftə 10 həftə var deyəsən. Və sezon qutardı. Amma çox güman ki, ligdə 7-ci olduq. Avropa ligində 16'da eləndik, zaten göstərdim. Bu sezon elə yaxşı olmadı, amma 4-cü sezon inşallah Bundesliga-nı
Heç olmasa Bundesliga ala bilərik inşallah. Yaxşı, növbəti sezona keçək. Və 2028-29 sezonuna keçdik, yəni 4-cü sezona. Paco Barsi 84, 81 olub hücum, Kenji 80 olub, Ndiaye 80 olub, Vargas 80 olub, qəşəng gelişmə var. Yaxşıdır. Bu 7 oyuncuların indi hamısını satsaq yaxşı olar. Onsuz da son sezonda heç biri kadroda oynamayacaq. Yəni bir dənə təklif gəlib. Hojlundda 32 milyon təklif gəlib Hojlundda. Hojlund hardaydı Hojlund? Neçə yaşı var? 23. 32 milyona satsaq, yerinə adam ala biləcəksə sataq. Kadro belə oldu. Bomba kimi kadro oldu. Solda Kenji, Ferguson, Sané, Savic, Elfauzi, Brandt. Hala bir defans hattına və Ndiaye, Marquinhos, Anton, Lorenzo, qapıcı Michael. Çox süper, ağlı bir kadrodur. Onda simülə eləməyə keçək. İlin ortasında dayandıracağım. Təklif falan olsa satıb göstərəcəm. İlin ortasındayıq. Evan Fergusona 25 milyon təşrif gəldi. Mən istəyirəm Fergusonu satım yerinə qoca birini alsaq. Bu sezon yəqin bizi çempion eləyər. Yaxşı, Fergusonu satdıq. 32 milyona Santrafor. 29 milyona Guesri. 30 milyona Harry Kane. Kiralıq desək. Onda belə eləyək. Harry Kane'i alsaq yaxşı olar. Onunla ilə Carlinhos'u satıram. Всё. Bir daha Carlinhos bəs eləyər yəqin. 30 milyon dəyəri var. 37 milyona gəlmədi. Qapıma çatlayaq. Ayda Santrafor. Santraforsuz sıxdıq maça. Nəsə Santrafor. Harry Kane 40 milyon. Və Harry Kane takıma xoş gəldin. Yaxşı, simülə eləməyə davam. Deməli, ligin qurtarmağına bir maç qalır. Konferans ligində isə yarı finaldayıq. İndi bunu bir yerdə simülə eləyək. 4-5, 5-1. Ligdə 3-cüyə qalxdıq. 3-cülüyə qalxdıq daha doğrusu. Çox süper, ağla. Lig qurtardı. Yox, bir daha da kömür maçı var. Bir maç qalır, o da Bundesliga uduzsa biz utsaq, ligdə 2-ci oruq. Yaxşı, Panathinaikos'un konferans ligində yarı final maçı. Ya Allah, 1. Deplasmanda Ayağız'da 2-1. Ayda, 3-2. Qaşay deplasmanda 3-2, süper. Lorenzo sakatlandı. Enerji basaq. Amma sakatlığa məcbur çıxardacağım. Yaxşı. Ligin son maçı. Qazandıq, 1-0 olsun, bizim olsun. Ayda 3-cü olduk. Eybi yox, yaxşıdır. Panathinaikos'un 2-ci maç. 5-3, 6-3. Konferans ligində finaldayıq, 7-3. Konferans ligində finaldayıq. Allah. Ligi qazanamadıq, heç konferans ligini alıq. 1-0, 2-0 qəşəy. Ulusal kupanı qazandıq. Qəşəy, Allah. Konferans ligi finalı Roma. Zaten bir rəqib. Ya Allah. Məncə qazanarıq, hadi. Ayda, qazanmaq nədir? 3-ünü atdılar. Ayda. Neyse. Sağlık olsun. Of. Deməli, nə demişdik? Bir dənə ulusal kupa, birinci üst ligə çıxmaq, sonra ulusal kupa, Bundesliga da şampiyon olmaq.
Bir də ki, Konferans Avropa və s. demişdik. Konferans alınmadıq. Bundesliga-nı alınmadıq. Ligdə birinci olamadıq, amma üçüncü olduq. Məncə yenə yaxşıdır. Bir də ki, nədir, ulusal kupanı qazandıq. Bu video bura qədərdir dostlar. Gələn dəfəki videoda hansı komandaya rebuild edək? Yorumlara yaza bilərsiniz. Kanalıma abunə olub like atmağı unutmayın. Özünüzə yaxşı baxın, sağ olun.